İran diplomatları çamadanlarla dolu dollarları hara daşıyır? Hara aparır? Hansı ölkəyə aparır? Bildirək. Gündəm xəbərin efirində 12 fevral tarixli və bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, 6 İran diplomatı pasport və siyasi toxunulmazlıqdan istifadə edərək son aylarda kommersiya reysləri ilə Beyruta çamadanlarla böyük məbləğdə nəqd pul aparıb. Vəsait Hizbullahın maliyyə və əməliyyat imkanlarını bərpa etmək üçün nəzərdə tutulub. Bu barədə Azad İran Telegram kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, pul köçürmələri təşkilatın ciddi maliyyə böhranı yaşadığı və öz üzvlərinə ödəniş etməkdə çətinlik çəkdiyi bir dövrə təsadüf eləyir və mənbələrin məlumatına əsasən diplomatlar vəsaiti gömrük yoxlamalarından yayınaraq ölkəyə keçiriblər. İranın Türkiyədəki keçmiş səfiri Məhəmməd İbrahim Tahiryan fərd ötən ay Əraqçı ilə birlikdə Beyruta uçarkən içərisi dollarlarla dolu çamadan daşıyıb. Bəs adları adlanan digər diplomatlar kimlərdir? Onlar isə Məhəmməd Rıza Şirxodai, Xarici İşlər Nazirliyinin əməkdaşı, Həmid Rıza Şirxodai diplomat, Rıza Nedai diplomat, Abbas Əskəri diplomat və Əmir Həmzə Şiranirad İranın Kanadakı səfirliyinin əməkdaşı. Bəli, adlarını çəkdiyimiz bu şəxslər, diplomatlar məhz çamadanlarla dolu pulları Beyruta köçürüblər.